Hər birinizi salamlayıram. Sizləri çox yormadan Stogenetika ilə bağlı bəzi lazımlı məlumatları verəcəm. Çünki danışıqla danışmaq olar, amma bu yöntəm bizim hematoloji sahəsində nə kimi faydamıza toxunur? Mən daha çox reproduktiv genetika ilə bağlı çalışıram, amma bu günləri hematoloji bədxassəli xəstəliklərin diaqnostikasında stogenetik metodun önəmi ilə bağlı danışacağım. Hematoloji bədxassəli xəstəliklər Dünya Səhiyyə Təşkilatı 2006 sinifləndirməsində hematopoietik və limfoid toxuma xəstəlikləri adı altında qruplaşdırılmışdır və klinik əlamətlərini morfoloji və immunfenotipləndiriməyə görə stogenetik anomaliyalar çox istifadə olunmuşdur. Və buna görə də stogenetik müayinələr hələ də öz aktuallığını qoruyub saxlamaqdadır və stogenetik müayinələr qızıl standart olaraq hematoloji bədxassəli xəstəliklərin diaqnostikasında istifadə olunur. Ən böyük əhəmiyyəti protonkogenlərin kəşfində, bədxassəli xəstəliyin əmələ gəlməsində onkogenlərin rolunun müəyyən olunmasında və leykoz hüceyrələrində təyin edilən spesifik genetik anomaliyalara hədəf alan yeni müalicə sulan dərmanların hazırlanmasında istifadə olunmuşdur. Klassik stogenetik, konvensional stogenetik test dediyimiz klassik stogenetik test yöntəmi ilə bütün xromosomların eyni anda həm struktur, həm də say baxımından yoxlamaq mümkündür. Biz demək, əsasən analizdə ən azı 20 metafaza yoxlanılır. Anormal hüceyrə klonu aşkar olunarsa, az sayda da metafaza dəyərləndirilməsi mümkündür. Fiş və PCR test yöntəmlərindən nisbətdə həssaslığı aşağıdır. Ancaq digər testlər kimi anomaliyaya spesifik yöntəm olmadığına görə də ən çox demək, müraciət səbəbi və avantaj üstünlüyü də bundadır. Qızıl standart test olaraq da önəmini qorumaqdadır. Biz xromosom analizinin önəmi hematoloji bədxassəli xəstəliklərdə 75%-də maliqin sümük iliyi, hüceyrələrin say və struktur xromosom anomaliyalara rast gəlinir. Bu da histopatoloji, immunofenotipik və klinik heterogenliyin anlaşılmasına köməklik göstərir bizə. Dünya Səhiyyə Təşkilatının sinifləndirilməsində də xəstəliklər arası fərqlərin müəyyən edilməsində spesifik stogenetik anomaliyalar istifadə olunmuşdur. Bu testin əhəmiyyəti nədir bizim üçün ki, biz hematolojide bu stogenetik testi istifadə edək. Diaqnozun dəqiqləşdirilməsində, xəstəliyin sinifləndirilməsində, proqnozun təyinində, doğru müalicə taktikasının seçilməsində, müalicəyə cavab reaksiyasının dəyərləndirilməsində bizə köməklik göstərir və yaxud da təkrar kəskinləşmə zamanı ikincili stogenetik anomaliyaları müəyyən etmək üçün də istifadə olunur. Ona görə də diaqnoz və müalicə əsnasında müəyyən zaman çərçivəsində stogenetik testlərlə analiz olunmasını məsləhət görürük. Anomaliya təyini faizi 60-80%-dir. Çətin və ciddi bir təcrübə gərəkdirir. Ümumiyyətlə genetik testlərdə digər testlər kimi deyil, genetik testləri işlərkən wet lab hissəsi ayrı, nəticə interpretasiya hissəsi tamam ayrıdır. Çünki doğru işləyib nəticəni yanlış verə bilərsən. Ona görə də təcrübə gərəklidir. Xüsusilə birdən çox hüceyrə klonu olması, kompleks xromosom patologiyası və aşağı mitotik indeksini dəyərləndirmək üçün metafaza sahələrini azaldır. Buna görə də nəticə verməyimizdə problemlər törənə bilər. Hansı material seçilməlidir? Təbii ki, leykozlarda bu sümük iliyidir. Amma periferik qan nümunəsi istifadə oluna bilər. Əgər sümük iliyi alınmayacaqsa, alınmasında çətinlik yaranmışsa, o zaman periferik yamada blast hüceyrəsi varsa periferik qan istifadə oluna bilər. Malign hüceyrələrdə öz-özünə bölünmə bazarlıqları var. Bunları biz stogenetik laboratoriyalarda çalışarkən kultivasiya olunanda mitogen olmayan, yəni normalda biz periferik qandan çalışımızda stimülyasiya edici bir maddələr qatılır, fitoimaglutinin. Amma burada məsələn mitogen olmayan kultivasiya mühitləri istifadə olunur. Ona görə də periferik qanda blast hüceyrəsi yoxdursa, öz-özünə bölünmə bazarlıqları yoxdursa, biz orada nəticə almayacağıq. Ona görə də sümük iliyi və yaxud da blast hüceyrəsi varsa periferik qan nümunəsi istifadə olunacaq. Kultivasiya vaxtı laboratoriya çalışma standartına görə dəyişir. Əsasən 24 saatlıq sinxron və 48 saatlıq kultivasiya üstünlük verilir. Kultivasiya vaxtı diaqnoza görə də dəyişə bilir. Material yetərsizliyi zamanı 24 saat sinxron kultivasiya istifadə olunur. Birbaşa kultivasiya xromosom keyfiyyəti aşağı olur, yaxşı olmur. Ona görə istifadəsini məsləhət görmürük. 72 saatlıq kultivasiya isə normal hüceyrə klonlarının da artması səbəbilə istifadə olunması məsləhət görülmür. Metafaza az olmasının səbəbləri nədən qaynaqlanır? Hüceyrə bölünməsinə təsir edən dərman preparatları görə istifadə olunur. Bunlar sümük iliyi nümunəsi müalicə kəsiləndən ən tez 10-15 gün sonra alınmalıdır. Yetərli nümunə alınmamışdır. Sümük iliyi nümunəsi 200 ml olsa belə kifayətdir. Nümunənin doğru vakuettaya alınmaması. Məsələn, normalda xromosom analizi üçün natrium heparinli vakuetta istifadə olunmalıdır. Bu da nümunə alınmasından sonra dərhal göndərilməlidir, gecikdirilməməlidir. Bu da laboratoriya göndərilməli və isti havalarda da müsbət 4 dərəcə transport önəmli şərtdir. Transportda təşkil olunmalıdır.
Bir də limfosit kultivasiya olunduğuna görə xəstələrin leykopeniyasının olması biz laboratoriyada metafazanın az olmasına gətirib çıxarda bilir. Bir çox mərhələlərdən ibarətdir. Hətta orqanizmə zararlı maddələrdən istifadə olunur bu yöntəmdə. Hüceyrə kultivasiyası ilkin mərhələsidir. Hüceyrələr artıb çoxaldılır və hüceyrə üçün uyğun maddələr olan mühitlər istifadə olunur. Fetal kaf serum, L-glutamin, pensilin, streptomisin və yaxud da müxtəlif böyümə faktorları olan mühitlər istifadə olunur. Demək ki, burada ən önəmli şərtlərdən biri analiz oluna biləcək keyfiyyətdə xromosom alınmasıdır. Bu mühüm şərtdir. Çünki xromosomlar normal alınmazsa gözdən qaçacaq, yəni nəticə interpretasiyası düzgün olunmalıdır. Nəticə düzgün verilməyə bilər. Sinxron kultivasiya metodu istifadə olunur və niyə sinxron şəkildə bölünməsi? Bunlar daha çox metafaza əldə etmək üçün çox problem törədir. Metafazanın az olması gözdən qaçmasına gətirib çıxarda bilər. Burada da ən çox istifadə olunan metotrexat və timidindən istifadə olunur. Metotrexat demək kultivasiya, hüceyrələr əkilir. Laboratoriyada əkildikdən sonra mühitə metotrexat əlavə olunur. Metotrexat əlavə olunur ki, DNT sintezini, replikasiyasını blok eləsin. Ondan sonra isə timidin əlavə olunaraq bu bloklanma aradan qaldırılır ki, hüceyrələr eyni anda bölünməyə daxil olsun. Timidin də əlavə olunduqdan 4-6 saat sonra kultivasiya mühitinə kalsiyemi də əlavə olunaraq prometafaz və metafaz mərhələsində dayandırılır xromosomlar və bundan sonra bir neçə mərhələlərdən sentrifikalaşdırma, hipotonik məhlul, hüceyrələr şişirdilir. Sonra fiksativ istifadə olunur. Məsələn, metanol asik sirkə turşusu istifadə olunur. İynə qoxusuna dözmək olmur, orqanizmə ziyanlıdır, metanol adamı kör eləyə bilər. Yəni bu fiksativdən istifadə olunur və slaydlar üzərinə həmin bu xromosomlar uyğun temperatur və rütubətdə yayma işləmləri ilə xromosomlar slayd üzərində fiksasiya olunur. Sonra bantlama işləmləri görülür və ən çox da gimzatripsin leşmandan istifadə olunur. Müxtəlif laboratoriyalarda fərqli boyalardan da istifadə etmək mümkündür. Ən özəl yeri mikroskop analizidir. Mikroskop analizdə xüsusi mikroskoplar var ki, hansı ki kamera vasitəsilə çəkirik həmin metafazları, aldığımız metafazları və sonra bioinformatik proqramlar, müxtəlif firmaların bioinformatik proqramları var. Əvvəllər mikroskopda baxılırdı, amma sonradan bu bioinformatik proqramlar köməyimizə çatır və dəqiq diaqnoz qoymağımıza, bir neçə metafazı tez bir zamanda analiz etməyimizə köməklik göstərir. Kim bu işi işləyirsə, histogenetik laboratoriya mütəxəssisi həmin xromosomların hamısının bantlarına görə, PQ qollarına görə, sentromerinə görə, morfoloji quruluşuna görə xromosomların hamısını tanıyır. Ona görə də hansı xromosomun hardan qopub, hara birləşməsinə, itməsini tanıyır, bilir və ona görə də nəticə interpretasiyası olunaraq verilir. Mikroskop analizində ilk öncə xromosomlar sayına görə baxılır. Ondan sonra strukturuna görə analiz olunur. Ən azı 5 olmaqla gərəkli sayda karyotip yığılır. Minimum 5 karyotip yığılmalıdır. Və cavablar da insan histogenetik nomenklaturasına görə, beynəlxalq nomenklaturaya görə cavablar yazılır. Əsas işləmlər eyni olsa da, müxtəlif laboratoriyalarda nəticə yazılması biraz fərqli ola bilir, çalışma şərtlərinə görə dəyişir. Anomaliyaların sinifləndirilməsi histogenetik analiz nəticəsində birincili, ikincili və kompleks karyotiplər var. Birinci anomaliyalar belə ki, balanslı translokasiya və inversiyalardır. Hansı ki, məsələn, xroniki mielodleykozda 9-22 Filadelfiya xromosomunu gördüyümüzdə birbaşa diaqnozun qoyulmasına rahatlıq verir və ikincili anomaliyalar isə birincili anomaliya var. Məsələn, xromosom delesiya və duplikasiyalardır bunlar. Kəskin mielodleykozda inversiya 3 ilə birlikdə rast gəlinən delesiya 7Q bu ikincili anomaliyadır. Yəni tək bir xromosom dəyişikliyi yox, əlavə bir xromosom dəyişikliyi də rast gəlinir. Bir də kompleks karyotip. 3 və ya daha çox xromosom anomaliyası olduğu karyotiplər kompleksi karyotip adlanır. Kəskin leykozlar üçün bu 5 və daha çox xromosom anomaliyası. Yəni burada da gördüyümüz kimi müxtəlif xromosom hissələrində həm translokasiyalar, həm duplikasiyalar, yer dəyişmələr var. Bunlar dəyərləndirilir. Demək, histogenetik analizin çatışmazlığı nələrdir? Sadəcə təxmini 20 metafaza dəyərləndirildiyi üçün, yəni minimum bir 20 metafaza civarında baxılır. Anormal hüceyrə klonu varsa, çox azdırsa gözdən qaça bilər. Hüceyrə kultivasiya olunduğu üçün hər zaman yetərli sayda və dəyərləndirilə biləcək keyfiyyətdə xromosomlar olmaya bilər, metafaza olmaya bilər. Anomaliya aşkarlansa belə dəyərləndirilə biləcək keyfiyyətdə xromosom əldə olunmazsa nəticə verilməyə bilər. Anomaliyalı hüceyrə klonlarının xromosom keyfiyyəti hər zaman da yaxşı olmur. Ona görə də problem törədə bilir. Əsas material göndərərkən nələrə diqqət yetirilməli? Material doğru vakuetdə alınmalıdır, bu birinci şərtdir. Xəstə anketi tam doldurulmalıdır, laboratoriya üçün bu önəmlidir. Əgər anket yoxdursa, o zaman xəstənin adı, soyadı, bir də qan dəyərləri əsas, xüsusilə leykosit sayı, leykopeniya ola bilər, leykosit sayı verilməlidir. Müalicə olunub olunmadığı yazılmalıdır, qeyd olunmalıdır. Hüceyrə bölünməsinə təsir edən dərman preparatları istifadə edibmi?
hansının nələr istifadə edib, bunlar önəmlidir. Dərman istifadə edirsə nə zaman aldığı və ya nə zaman dayandırdığı önəmlidir. Bunlar qeyd olunmalıdır. Bir də allogenik kök hüceyrə transplantasiyası olunubsa, donorun cinsiyyəti də qeyd olunmalıdır. Sonra material eyni gün stogenetika laboratoriyaya çatdırılmalıdır. Əgər götürülübsə, çatdırıla bilmirsə, ən geci növbəti günün transport şərtləri saxlanılmaqla göndərilə bilər. Amma nə qədər tez göndərilsə, o qədər yaxşıdır. Rast gələn stogenetik anomaliyalar, əsasən biz say anomaliyası, xromosom ya artır, ya azalır və bir də balanslı, balanssız olur. Məsələn, balanslı anomaliyalardan resplikal translokasiyanın, inversi insersiyanı görə bilirik. Balanssız anomaliyalar, məsələn, derivativ xromosomlar, izoxromosom, delesiya, duplikasiya, marker xromosomları və s. Bu formada xromosomlar da bu X xromosomunun izoxromosomudur. Xroniki mieloid leykozda bütün leykozların 10% əhatə edir. Təxminən uşaq və yetkinlərdə çox nadir rast gəlinir, təxminən 2%. 9-22 xromosom arasında resplikal translokasiya olması Filadelfiya derivativ 22 xromosom Filadelfiya xromosomu adlandırılır bu da. Və xroniki fazda xəstələrin 90-95%-də klassik translokasiyaya rast gəlinir. 5-10%-də variant translokasiyalara rast gəlinir. Xroniki mieloid leykaz xəstələrinə alınmış materialda xromosom analiz nəticəsində 9-22 təyini ilə diaqnoz təsdiqlənir və 20 metafazada Filadelfiya xromosom nisbəti faizlə qeyd olunur və xəstənin proqnoz təqibində bu faiz nisbəti negativ olması gözlənilir. Yəni ara sıra xəstənin diaqnozunda, müalicəsində də stogenetik test yenə də köməyimizə çatır. Və testin önəmi digər digər testlərə görə xromosom analizi variant translokasiyalarının və əlavə stogenetik anomaliyaların təsdiqinə görə də önəmlidir. Yanaşı olaraq digər xromosom patologiyalarını da görə bilirik stogenetik analiz vasitəsindən. Xroniki limfositik leykozda demək yetişkin leykozların 30%-ni əhatə edir və yaşlı insanlarda daha çox rast gəlinir. Genetik anomaliyalar xəstəliyin proqnozunu müəyyən edən ən dəyərli göstəricidir. Məsələn, delesiya 11Q rast gəlməsi pis proqnozdur və yaxud da 17P. 13Q-nun olması yaxşı proqnoz, trisomiya 12 orta proqnoz. Yəni, müxtəlif xromosom dəyişikliklərinə rast gəlinə bilir. Xroniki limfositik leykozda xromosom analizində normal karyotipə çox rast gəlinir. Yəni, burada artıq biz fiş testlərinə üstünlük verilməyin məsləhət görürük. Mitodik aktivliyin aşağı olması və mitogenlərə də zəif reaksiya verilməsi nəticəsində. Burada dəqiq təyin etmək üçün, məsələn, mitogen olaraq B hüceyrələri stimulyasiya edən stozinguanin, oligodioksonukleotid və interleukin 2 stimulyasiya edən kultivasiyalar istifadə olunur. Amma lakin yenə də anomaliya rast gəlmə tezliyi aşağıdır bu xroniki limfositik leykozda. Bu səbəbdən 90% üzərində dəqiqliyi olan fiş test panellərinin olunması məsləhət görülür. Kəskin mieloid leykozlarda da yenə demək proqnozla əlaqəli olaraq bu xromosomlardakı bu translokasiyalar, inversiyalar 8-21-in yaxşı proqnoz olduğunu, inversiya 16-nın yaxşı proqnoz və yaxud da digər 9-22-nin 6-9-un pis proqnoz olduğunu stogenetik test vasitəsilə təyin etdiyimiz anomaliyalar nəticəsində verə bilirik. Diqqətinizə görə təşəkkürlər.